Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşurlar ki, ey Allahın elçisi, o bir şəxs haqqında, bir qövm haqqında nə düşünürsən ki, o bir qövmü sevir, amma onun əməlinə əməli çatmır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bu da bir müjdədir. Deyir, kişi sevdiyi kəsdə bir yerdə olacaqdır. Əgər Peyğəmbər sallallahu əleyhi və səlləmi sevirsənsə, səhabələri sevirsənsə, 4 imam alimi, eləcə də iman əhli möminləri sevirsənsə, onlarla bir yerdə həşr olunacaq. Yaxşı, hardan bilim ki, kimi sevirəm, kimi sevmirəm? Bu telefondan biləcəksən. Bir telefonuma bax görüm. Telefonunda İbn Baz, İbn Hüseymin, Albani rahimehumullah var, yoxsa şeytanlar, müğənnilər var. Sənin üzərində Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsinin əlamətləri var, yoxsa yox? Sənin üzərində Peyğəmbər sallallahu əleyhi və səlləmə tabeçilik əlamətləri var, yoxsa yox? Deməli, sevgi sadəcə dildə deyiləcək bir kəlmə deyil. Allahdan istəyirik ki, Allah bizi uca Firdevs cənnətində Peyğəmbər sallallahu əleyhi və səlləmlə bir yerdə cəm eləsin. Amin.